bütün biletlər satılmışdı. Sabahın oyununda anşlaq var idi. Və mən o cür fikirləşirəm ki, Sabah üçün daha çətindir bu işləri görmək, nəinki hansısa bir bölgəyə bağlı klubu üçün. Məsələn, hansısa klub, hansısa bölgəyə bağlı olanda, hansısa bölgənin adını daşıyanda, orada təbii olaraq həmin bölgənin adamları, həmin o bölgədə olan azarkeşlər də avtomatik klubun tərəfdarlarına çevrilirlər. Amma Sabah bir paytaxtı təmsil edən brenddir. Heç Masazırın özündə yox. Çünki yəqin sən də eşitmisən, bilirsən, Mərdəkana köçmək variantı var. Bundan sonra böyük ehtimalla Mərdəkanda çıxış eləyəcəklər. Yəni Sabah məkana bağlı yox, konkret bir ada bağlı brenddir və belə brendlərin tanıdılması daha çətindir. Bunu yalnız möhtəşəm futbolla, möhtəşəm oyunla eləmək olar. Çünki bax, mən həmişə vurğulamışam ki, yəqin sən də razılaşarsan, Sabahın marketinq departamentdə kifayət qədər böyük işlər görürlər. Həmişə mən də sosial şəbəkələrdə onların işini maraqla izləyirəm. Amma bu işlər bir-birini tamamlamalıdır. Marketinq nə qədər uğurlu olursa olsun, komanda əgər nəticələri ilə sevindirmirsə, azarkeş ordusunu yığmaq çətin olacaq. Və burada biz tamamlıq görürük. Komandanın çıxışı, marketinqin uğurlu siyasəti, brendin tanıdılması və s. və ilaxır. Və bu bir tam qəşəng bir işin nəticəsi və başda da komandanın özü.